Bunlar qadağan olur. Tək o deyil, qardaşım. Bax, odur, budur. Bax, saqqızlardır. Saqqız deyil mi bu? Saqqızlardır. Bax, bu yaxıdır. Bunun məişəyi bilinmir. Buna görə də Nazirlər Kabineti büfetdə satışına qadağan edir. Bax, saqqızdır. Görürsünüz mü? Bunlardır, noğullardır. Bax, saqqızdır. Bəzək əşyalarının büfetdə bəzək əşyaları olmaz. Sandıqdan saç tökülür, 10 yıl. Olmaz. O çıxardan yıxsı. Bu tepeden daş üstünde. Gözümüzü töksün. Ona bak orada. Günləri dövdiyəsin, yarə yaxşı. Tabi gəlmə yıxsın ilə. Mənim yoldaşım Əhqab Dikəndi. Arif vermən oğlanı tanıyıram. Mən də çəkdimə bir. Boş üstə. Yaxşı düşürəm. Bu Əhqabı gətirdilər, yeni alıbdır. Əhqabın ağzı analanıb. Gəlkən Əhqabını deyir, onu da kətlər ustamısadır. Allah ustamın öyle yıxsın. Gör nətər Əhqabı almış. Əhqabın ağzı balıqdır. Özünüzü təqdim edin. Mehman Qəhrəmanov. Mehman müəllim, bilirsiniz də, dövlət başçımız, ədalətli prezidentimiz siz sahibkarlar üçün subsidiyalar ayırır, dəstək olur. Bununla bağlı nə deyə bilərsiniz? Siz bu subsidiyalardan, bu güzəştlərdən yararlanırsınızmı? Xeyr. Olsa yaxşı olar. Biraz kömək olar. Yəni çətinlikdir, bax, görürsünüz, odun keçib qoymuşuq. Yəni bu stili odunla alırsınız. Odunla alır. Nə vaxt vurmuşsunuz? Fevralın 10'da vurmuşuq. Xeyir olsun. Stili də odunla alırsınız. Odunu da yəqin pulla alırsınız da. Əlbəttə pulla. Odundakı bunları yandırsınız.